Günləri 1404-cü ilin əvvəl ayının 22-si. Adına günü Qəliyə Babəkin ya bu baş otağın üstü desək. Meşin qrupu ilə, dostlarla gəlmişik. Elə hər il gəlirik bura. Ata Babəkin təsirnapəzir qələsinə. O qələş heç vədə təslim olmadı düşmənə. Gəlmişik. Hər tərəfdən vardı. Kəlibərdən, Təbrizdən, Meşindən, Əhərdən. Xülasə dostların hamısı ilə gəlmişik bura. Ata Babək 21 il burada düşmənin qabağında durdu. Heç vədə də şikəst yemədi. Axırda da 2 nəfər dostun əli ilə apardılar, möhtəşəm apardı. Qollarını vurdu, özünü öldürdülər. Bizim qurumuzun da rəhbəri Əli ağa. Müdür kimdir? Ağa İrəc ağa, qardaşım oğlu Əmir. Ağa Əlipur. Səhnə bakə qabağa. Əhməd, bir dənə də məndən sor, məndən nə olar? Ağa İbrahim, Göz-gözünüzə məşhur ağa Rıza. Qurbanə bir ədətim var. Gördün ya buradan götür. Ata Babəkin bura. Görürsən gözünü. Sərbazların otaqları. İstəbli. Burada hər nə o zaman var imiş. Bu da bizim Əli ağa. Qurumuzun yapır gül. Qadın, başına dönün. Bu ədəb. Lütf elədin. Həm sindi də bizdən yaşadı, həm ədəbdə. Allah səni saxlasın. Sağ olasınız, var olun.